əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik. Məsələn, Suriyaya qaz nəql edirik. Yəni, biz Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da böyük tələbat var qaza. Yəni, Avropalı tərəfdaşları ilə təmaslarımızda biz onu mesajı çatdırırıq ki, bizim uzun müddətli müqavilələrə ehtiyacımız var və birgə səy göstərərək qaz nəqli sistemini genişləndirmək ehtiyacı var. Prezident Trump'ın yanaşması isə fərqlidir. O, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır. Dünyanın müxtəlif yerlərində o dəfələrlə artıq qeyd edib ki, o 8 münaqişəyə son qoyub dünyanın müxtəlif bölgələrində. Bu, onun təbiətidir, bu, onun baxışıdır və onun siyasətidir. Bizim məsələyə gəldikdə, onun rolu çox vacib idi. Çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Trump və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. Onlar dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək və onlar çox səmərəli şəkildə işlədilər ki, həm də Ermənistanı da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır və təbii ki, Ağ Evdə tarixi bir görüş zamanı mən Prezident Trump və Ermənistan baş naziri üçtərəfli bəyanatı qol çəkdir. Eyni zamanda iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar. Biz həm sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar edilməsini istəyirik. Ancaq sülh ədalətli olmalıdır və beynəlxalq hüquqa söykənməlidir. Bu, yalnız hansısa bir tərəfin iddiaları və ya gündəlik yüz əsasında olmalı deyil. Beynəlxalq hüquq universal platformadır. İstənilən sülh münaqişəsi, sülh həlli üçün. Və bugün Ermənistanla münaqişə dövründə də biz hər zaman beynəlxalq hüququn tərəfdar olmuşuq. Mənim əziz dostum Şəhbəz Şərif baş nazirə mən zəng etdim və onu təbrik etdim ki, bir razılaşma əldə olunmuşdur. Bu da Pakistanın göstərdiyi vasitəçilik səyləri nəticəsində baş verdi. Bu bir daha onu göstərir ki, sizin ölkənizə beynəlxalq səviyyədə böyük hörmət var. Siz yeganə ölkəsiniz ki, vasitəçilik edə bildiniz və bu məsuliyyəti öz üzərinizə götürdünüz və bu hadisələrin cərəyan etdiyinin şahidi olduq. Gördük ki, siz həmin məsələyə baş nazir və feld marşal səviyyəsində bu dərəcədə sadiqlik var idi və son hadisələri və yeni gərginlikləri götürərək, nəzərə alaraq düşünürük ki, ümumiyyətlə bu mübarizədə atəşkəs çox vacibdir. Düşünürük ki, Pakistandan başqa bunu heç kəs belə bir yaxşı dərəcədə edə bilməz. Əminəm ki, siz bundan sonra da səylərinizi davam etdirsəniz, nailiyyət əldə edəcəksiniz və Orta Şərqə sülh gələcək.